Hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən günəbaxan salatın hazırlamasını sizə təqdim edəcəm. Bunun üçün mən yayda hazırladığım qaradağdan istifadə etdim. Tərəvəzləri kənarda soyutma bişirib hazır qoydum. 3 ədəd kartofu sürkəcdən keçirib boşqaba yerləşdirdim. Üzərinə duzunu, 3-4-ünü əlavə edib, kənarda xama ilə mayonezi qarışdırıb, həmən qarışımın üzərinə çəkdim. 3 ədəd yer kökünü də yenə sürkəcdən keçirib əlavə etdim. Duzun 3-4-ünü əlavə edib, xamasını, mayonezi əlavə etdim. 3 ədəd yumurtanı da sürkəcdən keçirib əlavə etdim. Və üzərinə 3 ədəd xiyarı sürkəcdən keçirib, suyunu möhkəm sıxıb, biraz da göy soğan əlavə etdim. Toyuq filesini axırda didib üzərinə əlavə etdim. Və axırda onun üzərinə yayda hazırladığım qarıqdalları təqdim etdim. Kənar hissələrinə qara zeytundan istifadə etdim və cipsidən istifadə etdim. Göyərti olaraq şüyüddən istifadə elədim. Bu qədər. Allaha əmanət olun. Göz haqqınızı halal edin. Əgər kanalıma abunə deyilsinizsə, keçid edib tam izləyib, bəyənib abunə olmağı unutmayın. Allaha əmanət olun.